Hamını eyni formada motivasiya eləmək mümkün deyil. Əlaqəlidir onun ali sinir sistemi ilə, bu insanın tərbiyəsi ilə, bu insanın həyat fəlsəfəsi ilə, ideologiyası ilə. Məsələn, kollektivə individual yanaşmaq lazımdır. Bizləri hərəkətə gətirən də sözdür, bizi alçaldan da sözdür, bizi yuxarı qaldıran da sözdür, travma yaradan da sözdür. İnsanın dəyişimi xarici amillərdən olur, yoxsa daxili amillərdən? İnsanın ən böyük problemi insanın düşüncəsindədir. Əgər biz düşüncəni həll eləyə bilsək, bizim bir çox problemlərimiz həll olunacaq. Bir əsər oxuyandan sonra əvvəl və sonranda sənin fərqi yoxdursa, bu əsər deməli təhlükəli əsərdir və boş bir əsərdir. Həyat da bu cürdür də. Biz ən önəmli şey gözümüzün qarşısından keçir, ancaq biz hara baxırıq? Lazım olmayan detallara. Yazdığınız bir əsəri dəyişmə imkanınız olsaydı, bu hansı əsər olardı və niyə? İnanırsınız heç nəyə. Menecerin arxasında möhkəm bir qala duran kimi ailəsi yoxdursa, deyirlər ki, bu işi də bacarmayacaq. Ona görə Abdullah müəllimi bir gürültülü alqışlarla alqışlayaq. Rövşən Abdullaoğlu deyilən bir alimlə, bir yazıçı ilə tanış oldu. Baxıram ki, uşaqlar da hamı bugünkü görüşdən məmnun oldular.